Bu dərsimizdə biz növbəti sınavımız olan sınaq nömrə 42-nin suallarına baxacağıq inşallah. Həmən birinci sualdan başlayaq. Deməli, 21-ci yüzilliyin birinci 10 illiyi Azərbaycan tarixinə, Azərbaycana aiddir. Deməli, 21-ci yüzilliyin birinci 10 illiyi 2001-dən 2010-cu ilə qədər deməkdir. SSR sübut edib 20-ci əsrdə. Nizami Gəncəvinin yubileyi keçirilib 2021, yubiley 880 illik, bu da 3-cü 10 illikdir. Sonra Cumhuriyyətin yaranmasının 100 illiyi qeyd olunub. Cumhuriyyət əgər 1918-də yaranıbsa, deməli 2018-də qeyd olunub, bu da 2-ci 10 illikdir. Sonra üç rəngli bayrağın dövlət bayrağı olaraq qəbul edilməsi, o da həmən ildir. Azərbaycan Respublikasının Heydər Əliyev tərəfindən idarə olunması, bəli, belə ki, Heydər Əliyev 1993-dən 2003-cü ilə qədər idarə etdiyinə görə bu da birinci 10 illik sayılır. Ona görə doğru cavab 7. Davam edirik, əziz şagirdlər. Deməli, ikinci sual İlham Əliyevin prezidentliyi dövrünə aiddir. Yəni 2003-cü ildən bu günə qədər baş verən hadisələr ola bilər. Burada cavab Mehriban xanım Əliyevanın Heydər Əliyev fonduna rəhbərlik etməsidir cavab. Diplomatik münasibətlərin yaranması xarici dövlətlərlə bu müstəqilliyimizi əldə edəndən sonra başlayıb. Əlif Hacıyeva milli qəhrəman adının verilməsi 92-ci ildir. Əsri müqaviləsi 94-dür. Dünya Azərbaycanlıların iş qurultayı da 2001-dir. Bunlar hamısı İlham Əliyevdən əvvəlki dövrlərdir. Ona görə də olmaz. Gəlir üçüncü sualı. Üzeyir Hacıbəylinin Azərbaycan Xalq Cumhuriyyətindəki fəaliyyətinə aiddir. Cumhuriyyət dövründəki fəaliyyətini götürməliyik. Qori müəllimlər seminariyasında təhsil almaq Çar Rusiyası dövründə olub. Çar hakimiyyəti dövrünə aiddir. Milli operamızın əsasının qoyulması da, opera və operettanın əsasının qoyulması da deməli və müəllim kimi fəaliyyətə başlayıb. O da Çar əsarət dövründədir. Doğru cavab Azərbaycan marşının musiqisinin yazılmasıdır. Dördüncü suala gəlirik. Deməli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Abbas Qulağı Bakıxanov, bunlardan heç birinə aid olmayanı tapmalıyıq. Heç birinə aid olmamalıdır. Deməli, Azərbaycanda musiqili komediyanın əsasını qoymuşdu. Bəli, bu bilirik ki, Üzeyir Hacıbəylidir. Ona görə də elə doğru cavab A-dır. Əsərində Amerikanın Kalum tərəfindən kəşf olunmasından bəhs edib Bakıxanov, Kəşfül Qəraib əsərində. Tiflisdə tərcüməçilik fəaliyyəti ilə məşğul olub yenə Bakıxanov. Əkinçi qəzetinin əslində Axundzadə də məşğul olub, amma kitabımızda yoxdur. Əkinçi qəzetində məqalələr nəşr etdirmişdi. Deməli, Zərdabi və Axundzadə Azərbaycan xalqının savadlanması üçün çalışmışdı. Üçü də. Gəlirik 5-ci suala. İrəvan xanlığına aid deyil. 18-ci əsrdə Azərbaycan torpaqlarında yaranıb. Ərazisində Sərdar sarayı inşa edilib. Əhalisi əsasən Azərbaycan türklərindən ibarət olub. Birinci Rus-Qacar müharibəsi zamanı Rusiyanın ordusunu məğlub edib və öz müstəqilini qoruyub. Və doğru cavab dedir. Bəli, İrəvan xanlığı Gülüstan müqaviləsi ilə yox, Türkmənçay müqaviləsi ilə Rusiya hakimiyyəti altına düşüb. 6-cı sual daha əvvəl olmuşdu. Azərbaycan dilinin vahid ünsiyyət dilinə çevrilməsi 11-12-ci əsr. Yusif Sacıoğlu öz adından pul kəsdirməsi 10-cu əsr. Bəz qalasının ərəb ordusu tərəfindən ələ keçirilməsi 9-cu əsr, 837-ci il. Səlcuq ordusunun Azərbaycanı fəth etməsi 11-ci əsr. Təbrizin Elxanilərin paytaxtdan çevrilməsi 13-cü əsr. Deməli, burada əvvəl olan hadisə Bəz qalasının ərəb ordusu tərəfindən ələ keçirilməsi, yəni 837-ci ildə baş vermiş hadisə. Gəlirik 7-ci suala. Ağqoyunlu dövlətinə aid deyil. Deməli, Qızılbaşlara qarşı mübarizə aparıb, Şirvanşahlarla həmsərhəd olub, 16-cı əsrdə süquta uğrayıb, Osmanlı ilə diplomatik əlaqələr saxlayıb, Qərbdə Şeybanilər dövləti ilə həmsərhəd ola bilməz. Birincisi Şeybanilər qərbdə deyil, şərqdədir. İkincisi
Ağqoyunlar mövcud olduğu dövrdə Şeybanilərlə yox, Teymurlərlə həmsərhəd olub və ən əsası da elə bir daha deyirəm, Şeybanilər qərbdə yox, şərq istiqamətində yerləşiblər dövlət olaraq, yəni Mərkəzi Asiyada. 8-ci suala gəlirik. Daş dövründə ovçuluq insanların həyatında mühüm rol oynayıb. Bəli. Maldarlıq meydana gəlib. Bəli. Bostançılıq xeyr, tunc dövrüdür. Əmək alətləri yalnız daşdan ola bilməz. Ağac sümük tunc alətləri tunc olduğuna görə bu da daş dövrü ola bilməz. Deməli 1-2 B cavabı doğru cavabdır. 9-cu sual xəritə sualıdır. 19-cu yüzilliyin 20-ci illərində, yəni 1827-ci ildə işğal edilən şimal xanlıqlarımız bilirik ki, İrəvan və Naxçıvandır. İrəvan şahlar bu hissədə yerləşir. 4-də isə Naxçıvan yerləşir. Deməli, burada Naxçıvanı soruşur. Y cavabı. 2 Gəncədir, 3 Şamaxıdır, 5 Qaradağdır, 1 Ərdəbildir. 15-ci yüzilliyin sonları ilə 18-ci əsrin ortaları Azərbaycan tarixinə aiddir. Bilirik ki, 15-ci əsrin sonunda Azərbaycanda 2 dövlət, Ağqoyunlu və Şirvanşahlar dövləti və Səfəvilər hakimliyi var idi və bunlar Səfəvi şeyxləri hər iki dövlətə qarşı mübarizə aparmağa başladı. Eyni zamanda Uzun Həsən öləndən sonra Ağqoyunlarda daxili çəkişmələr başladı, hakimiyyət uğrunda mübarizə başladı. 18-ci əsrin ortalarında isə xanlıqlar yaranmışdı və xanlıqlar bir-birindən mübarizə aparırdı. Ona görə biz burada B cavabını götürməliyik. Ayrı-ayrı hakimlərin özbaşınalığı və bir-biri ilə müharibələri. 11-ci suala baxırıq. Səfəvi və Ağqoyunlu dövlətlərindən heç birinə deməli aid deyil. Şərq ölkələrini yürüş edib hər ikisi. Uğurlu qələbələr nəticəsində hər ikisi yaranıb. Böyük bir imperiya çevrilib. İkisi də imperiya çevrilib. Təbii ki, ən çox da Səfəvilər daha böyük bir imperiya çevrilib. Orta əsrin əvvəllərində yaranmaq heç birinə aid deyil. Çünki biri 15-ci əsrdə, biri 16-cı əsrdə yaranıb və orta əsrlər 3-cü əsrdən başlayırsa əgər, əlbəttə 15-16-cı əsr orta əsrin əvvəlləri ola bilməz. Misir Məmlük dövləti ilə də hər ikisi həmsərhəd olub. 12-ci suala baxırıq, məntiq ardıcıllığı. 1-ci Rus-Qacarlar müharibəsinin başa çatması, Çar Rusiyası ilə Qacarlar dövləti arasında sülh müqaviləsi imzalanması və nəticədə nə imzalanmalıdır? Gülüstan müqaviləsindən gedir söhbət. Gülüstanın nəticəsində nə olmalıdır? Baxaq ona. Azərbaycan torpaqları yenidən vahid dövlət halına birləşdimi? Xeyr. İkisi feodal dövlətlərinə parçalandı mı? Zaten parçalanmışdı. Çar Pyotr 18-ci əsrdə yaşayıb və Azərbaycan torpaqlarının bir hissəsi Rusiya tabeliğinə qalması. Yeni götürə bilməliyik, çünki burada bütün şimal xanlıqları deyil. Bu Türkmənçaya aiddir. Yəni birinci yox, ikinci Qacara aiddir. Ona görə də bu da olmaz. Bir daha deyirəm. Doğru cavab D-dir. 13-cü suala baxırıq. Azərbaycanda Ərəb xilafətinin hakimiyyəti dövründə baş vermişdi. Deməli, Bəz qalasının üsyançıların mərkəzinə çevrilməsi, bəli, çevrilib və bir də əhalidən vergilərin alınması, artırılması. İslam dini meydana gəlib, Azərbaycanda meydana gəlməyib, Ərəbistanda yaranıb. Sacıoğullar dövləti də bilirik ki, xilafətin tərkibindən çıxandan sonra yaranıb. 1-4 C cavabı doğru cavabdır. Azərbaycan Respublikasının 20-ci yüzilin sonları tarixinə aiddir. Deməli, burada Dünya Azərbaycanlıların ilk qurultayı 2001, 21-ci əsrdir. Xarı Bülbül Festivalı 21-ci əsrdir. İlham Əliyev, bəli, burada cavab bu olacaq. İlham Əliyevin Milli Məclisin deputatı seçilməsi, Meydan Hərəkatı adlanan xalq çıxışlarının başlanması, deməli, bu 88-ci il olacaq. 20 yanvar faciəsinin törədilməsi, bu Azərbaycan Respublikasına aiddir, çünki 1990-cı ildir. Olmaz. Burada deputat seçilməsi İlham Əliyevin 95-ci il, bu da ona görə 20-ci əsrin sonları edir. Uyğunluq pozulmuşdur. Deməli, 15-ci sual. Dövlət himnimizin sözləri Əhməd Cavada aiddir, düzdür. Şuşada Xurşudbanu Natəvan yaşayıb. Gülüstan İram əsəri Abbas Qulağı Bakıxanovundur. Leyli və Məcnun poemasını yox, operasını Üzeyir Hacıbəyli yazıb, ona görə burada uyğunluq pozulub.
və Səməd bəy Mehmandarov generaldır. Keçirik 16-cı suala. Uyğun kəsişmə nöqtələrini müəyyən etmək lazımdır. Burada paytaxt şəhərlərdən gedir söhbət. Deməli, baxırıq 2-də kəsişmə, Təbriz, Ağqoyunların kəsişməsi düzdür. 5-də Bakı, Eldəniz kəsişməsi səhvdir. Qəbələ, Eldənizlər kəsişməsi səhvdir. Qəbələ, Albaniya kəsişməsi düzdür. Və Naxçıvan, Şirvanşahlar kəsişməsi səhvdir. Deməli, 1-2, C cavabı doğru cavabdır. 17-ci suala baxırıq. Mətn sualıdır. Beləliklə, İrəvan xanlığı Rusiya tərəfindən işğal olundu. Çar hökuməti erməniləri kütləvi şəkildə İrəvana və onun ətrafına köçürdü. Azərbaycan türklərinin ən yaxşı torpaqları ermənilərə verildi və nəticədə Azərbaycan və Osmanlı türkləri arasında maneə yarandı və onları birləşməyə qoymadılar. Ona görə burada cavab B-dir. Digər cavablar niyə yanlışdır? Çünki İrəvanda türklərin sayını artıraraq Rusiya tam tərsinə ermənilərin sayını artırırdı. Bütün kəndliləri torpaqla təmin etmək. Belə bir təbii ki, arzu istəyi ola bilməz Rusiyanın. Məntiqsizdir. Qacarlar dövləti ilə növbəti müharibəyə hazırlaşmaq xeyr, elə sonuncu müharibədən sonra olub bu. İkinci Rus-Qacardan sonra baş verib bu hadisələr, köçürmə siyasəti. İrəvan xanlığını ələ keçirərək digər xanlıqlara gedən yol açmaq zaten digər xanlıqları tutmuşdu. Şimal xanlıqlarını bu ifadədə təbii ki, yanlışdır. 18-ci suala gəlirik. Atropatın fəaliyyətinə aid deyil. Burada deməli cavab nədir? Romalıların hücumlarını qarşı mübarizə aparmaq. Biz bilirik ki, Romalılarla mübarizə aparan Atropatdan sonra hakimiyyətə gələn hökmdarlardır. Digər ifadələr isə onların hamısı Atropata aiddir. 19-cu sual hansı dövlətə aid məlumat verilməyib? Sazilərlə eyni vaxtda mövcud olmuş dövlət, məsələn, Şirvanşahları götürə bilərik. Ərazisində göy məscidi inşa edilib Qaraqoyunluya aiddir. Marağa rəsədxanasını tikdirmişdi Hülakülər və ilk hökmdarı dinin günəşi ləqəbi verilmişdi Eldənizlər. Və burada Səfəvilərə aid ifadə yoxdur. 20-ci suala baxırıq. Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə aid hadisələrdən hansı daha əvvəl olmuşdu? Deməli, baxın, burada həmən Cumhuriyyətdən əvvəl olan hadisələri çıxmaq lazımdır. Məsələn, Şamiyan Bakı Sovetinin fəaliyyətə başlaması, başçılığı ilə Bakı Sovetinin fəaliyyətə başlamaq bilirsiniz ki, Cumhuriyyətdən əvvəl, Mart soyqırımından əvvəl olub, ümumiyyətlə bunu çıxırıq həmən. Digər hadisələrə baxırıq, bunlar hamısı Cumhuriyyət dövründə olub və nədən başlamalıyıq? Deməli, burada Bakının azad olunması var, Nazirlər Şurasının fəaliyyətə başlaması var, parlament var və saziş müqavilə var Osmanlı ilə. Təbii ki, birinci Nazirlər Şurasını götürməliyik. Çünki Nazirlər Şurası hökumət yaranmalıdır ki, hökumət Osmanlı ilə saziş imzalasın. Doğru cavab B-dir. 21-ci suala baxırıq. 15-ci yüzillikdə Azərbaycan torpaqlarında və 15-ci yüzillikdə Təbriz Qızılbaşlar tərəfindən idarə edilirdi. Xeyr, Ağqoyunlunun əlində idi. Ondan əvvəl də Qaraqoyunlunun. Səfəvi şeyxləri hakimiyyət uğrunda mübarizə aparırdı. Bəli, doğru cavab budur. Vahid dövlət yox idi. Ağqoyunlu bəyliyi Azərbaycanda yaranmayıb. Bu da səhvdir. Çünki harada yaranıb? Van göl ətrafında, Anadoluda və yaxud Kiçik Asiyada yaranıb. Olmaz bu da bu ifadəni götürmək. Və Səfəvi Osmanlı müharibələri də 16-cı əsrdə başladığına görə biz burada B cavabını götürməliyik. Gəlirik 22-ci suala. Klasteri tamamlamaq lazımdır. Açıq suallarımıza başlayırıq. Əfşarlar dövləti Hindistana yürüş edib. Dəniz sərhədlərinin müdafiəsi üçün tədbirlər görüb, yəni ki, donanma yaratmağa çalışıb və müəyyən addımlar atıb, amma təbii ki, yarımçıq qalıb. Qarabağ xanı Pənahəli xanı cəzalandıra bilməz, çünki Qarabağ xanlığı yox idi. Paytaxtının Təbriz olması ola bilməz, Əfşarlar paytaxtı Məşhəd eləmişdilər. Osmanlı dövləti ilə həmsərhəd olmaq, bəli, biri budur. Bütün Hindistan tərkibinə qatmayıblar və İslam dini daxilində ixtilaflara son qoymaq üçün təşəbbüsün göstərilməsi, bəli, bu da var və 1, 4, 6 doğru cavab olur. 23-cü suala baxırıq. Xronoloji ardıcılı müəyyən edin. Çaldıran döyüşün baş verməsi 1514-cü ildir və deməli biz bunu qeyd edirik. Bu 16-cı əsr eləyir. Sara Xatun 2-ci Mehmedlə danışıqlar aparıb Uzun Həsən dövründə. Birinci ondan başlamalıyıq. Daha sonra İsmail Təbrizi tutmalıdır.
ki sonra orada şah elan edib və Səfəvilər dövlətini yaratsın. Ona görə 2, 3, 4 və sonda çaldıran döyüş olmalıdır. 2, 3, 4, 1. 24-cü suala gəlirik. Buradakı uyğun kəsişmələrə görə düzgün cavabları seçməliyik. Tariximizin atası 3. Bakıxanova mı deyilirdi? Bəli. Dinin günəşi Şəmsəddin Eldənizə mi deyilirdi? Bəli, Şəmsəddin. Elmin günəşi mi deyilirdi Şəmsəddinə? Xeyr. Nəsrəddin Tusiyə deyilirdi elmin günəşi 4. Və deməli 1 yanlışdır. Qüdsi təxəllüs Üzeyir Hacıbəyliyə deyilirdi. Yox, Bakıxanova deyilirdi. Bunu da çıxırıq. Ona görə də burada 2, 3, 4 doğru cavab olur. 25-ci suala gəlirik nəhayət. Deməli, yekunlaşdırırıq. Uyğunluq sualı. 20-ci yüzilliyin burada deməli uyğunluq sualı aiddir Cumhuriyyətə və Azərbaycan Respublikasına. 20-ci yüzilliyin 2-ci rübündə yaranmışdır. 20-ci yüzilliyin 2-ci rübü uşaqlar 1926-dan 50-yə qədərdir. Deməli, heç birinə aid deyil. Bunu çıxırıq. Cumhuriyyət 1-ci rübündə yaranıb, Respublikamız isə 4-cü rübdə. İkinci Dünya müharibəsinin iştirak etməsi heç birinə yenə aid deyil. Bu Azərbaycan SSR-ə aiddir və Birləşmiş Millətlər Təşkilatına üzv olmaq Azərbaycan Respublikasına aiddir. Bolşevik Rusiyası tərəfindən süquta uğradılmaq da Cumhuriyyətə aiddir. Ona görə də 1 olur D, 2 olur C. Beləliklə şagirdlərimiz bu dərsimizi də yekunlaşdırırıq. İnşallah növbəti dərslərimizdə görüşənə qədər sağ olun.